Maç başladı. Qəbul edir. Önü boşluğu. Mərkəz xəttini çox tez keçir. Sol oynuyor. Maluda. Maluda artıq cərimə meydançasında da Maluda. Və burada qərar. 11 metrlik cərimə zərbəsi. Aron Maluda penalti qazanır. Sabah üçün fikir verdiniz necə cəld götürdü Maludaya. Burada gəlin baxaq. Maluda apardı topu qapı xəttinə tərəf və məncə burada təmas çox aşkar idi. Bəxtiyar Həsənoğlu həqiqətən ayağını ilişdirdi. Aron Maludanın sağ ayağına və erkən qol vura bilər Sabah. Tərlan Əhmədli Umar Aliyə qarşı. Fit səsləndi. Zərbə və top qapıdadır. 1-0. Sabah hesab açır oyunun 9-cu dəqiqəsində. Umar Ali Rahman Aliyev. Aron Maludanın qazandığı penaltini kombinasiya oldu və paslaşmanın nəticəsində Velqi Simic fərqlənmişdi. Yenə sol cinah, yenə Aron Maluda çəkdi sağa. Maluda bu dəfə özü və gol! Artıq 2-0 hesab. Sabahın sol cinahı 11 dəqiqəyə 2 gol gətirdi. Baxırıq təkrara burada Araz Naxçıvan müdafiəsi heç kompakt oynamadı. Görün nə qədər sahə veriblər Aron Maludaya manevr üçün. O da çox sərbəst şəkildə həm topu qəbul etdi, həm burada biraz düşündü nəyi necə edəcəyini və hər şeyi düzgün etdi. Allah burada məsafə saxladı Ömər Buludovla. Bəxtiyar bəlkə də burada biraz öz qapıcısının da önünü kəsirdi. Və nəticə tablodadır. 2-0. Araz Naxçıvan məğlub durumda. Yenə də müdafiədən çıxmağa alınmadı, amma geridə götürmə Araz Naxçıvan kapitanından. Və indi Sabah üçün növbəti fürsət. Yenə sol cinah irəli ötürmə. Xəyal Əliyev çatdıracaq mı? Özünü çatdırır sağında. Var komanda yoldaşı özlü zərbə endirir Xəyal Əliyev. Və hesab artıq 3-0'dır. Əks həmlə. Xəyala ötürmə Xəyala doğru indi var. Dəqiqləşdirəcək burada oyundan kənar vəziyyət var idi, yoxsa yox. Xəyalın sağında Aron Maluda qaçırdı, amma özü qapıçının üzərindən topu ataraq hesabı 3-0 edir. Sabahın 9 nömrəsi. Fərqli rakurslardan izlədiyi təkrarı verə biləcəyini. Hücumdadır Sabah, dəstək də gəlir geridən. İsayev, Xəyal, Umar Ali, gözəl, çox gözəl alınır bu ötürmə. Daha bir pas, zərbə və Tərlan Əhmədli dəf edir. Yaxşı paslaşlar burada İsayevlə. İsayevdən irəli çatdırır özünü Zedatka. Zedatka dərhal qapı qarşısına. Simic biraz ləngidir burada hücum, amma davam edir. Zedatkadan növbəti ötürmə, başla zərbə və top qapının üstündən geçir. Lepinitsa yoxladı. Sabah daha öncə oyundan kənar vəziyyət. Bax burada, bəli burada. Simic oyundan kənar vəziyyətdə idi ötürmə zamanı. Bu isə Lepinitsa'nın zərbəsi ilə başa çatan hücum. Igor Nogueira. Geridə götürməkdir burada Umar Ali'dən. İndi Araz Naxçıvan fürsəti var. Coşqun Diniyev. Ötürmə nedir? Zərbə. Yenə Simakala yoxladı. Yerlə. Coşqun yenə Bəxtiyar. Bu dəfə uzun ötürmək gedir. Simakala təkbə-təkdir Simakala. Yayınır zərbə və boş qapıdan topu çıxarır. Igor Nogueira. Oyundan kənar vəziyyət qeydə alınır bu epizodda. Təkrar. Bəli. Burada
Demək olar ki, bir xəttə idi Sabah müdafiəsi və Simakala daha öndə idi. İndi Araz Naxçıvanın hücumunu izləyə bilərik. Burada yayınır Boli. Boli yerdə qalır və nöqtəni göstərir yerə. Bəli, bu artıq epizodun sonudur. Burada Charles Boli qəbul etdi topu. Və Nogueira. Topa heç bir təmas yox idi. Özünü necə deyirlər çırpdı burada Charles Boliyə və qərar 11 metrlik cərimə zərbəsi. Eyni ilə ilk hissədəki penalti kimi burada da mən düşünmürəm ki, özü gedir baxmağa. Maraqlıdır. Maraqlıdır. Açıldı bu epizod. Bir də bu rakursdan baxacaq. Oyunun baş hakimi. Və ətrafda olan futbolçular hərə öz ekspert fikrini səsləndirir. Gözləyək, gözləyək. Bir qədər də gözləyək. Yekun qərarı. Bəzən belə olur. Məsələn, şəxsi fikrimə görə bu epizoda bu qədər baxmağa dəyməz, amma indi bəlkə Tural Qurbanov ümumiyyətlə penaltini ləğv etdi. Hər halda biz indi qərarı biləcəyik, sonra qərarın izahatını da verəcək Affanın. Bəli, penalti ləğv oldu. Bax belə, çox maraqlı. Və Affanın sarı vərəqə də ləğv olunur. Əlbəttə, Nogueira'ya verilən sarı vərəqə. Belə, maraqlıdır. Yəni, komanda vurduğu son 13 goldan 11'ini məhz 10'unu ilk hissədə vurur. Ötürmə gəlir, başla zərbə və bu da ikinci hissədə vurulan gol. Xəyal Əliyev dubl edir. Azlıqda tutdu Araz Naxçıvanın müdafiə xəttini Sabah və hesabı artırdılar. Dambrauskas dubl. Baxaq təkrara. Bax belə. Ötürüldü top. 3 müdafiəçi qalmışdı. Biri də qaldı geridə. Faktiki olaraq 2 müdafiəçi burada nəsə etməyə çalışırdı, amma Xəyal Əliyevi heç kim burada bağlamırdı, heç kim ona nəzarət etmirdi. Timoteusz Puxaç yenə Sabahın sol cinahı gol gətirdi. Gözəl asma və qoşulur sağdan. Boli Vanderson'la oynayır. İrəli pas. Cohen. Cohen özü yoxluyur və son dəqiqələrdə Araz Naxçıvan cəhdlər edir. Ötürmə irəli. Felipe Santos təkmə təkdi və top qapıdan keçir. Nəhayət ki, Araz Naxçıvan ən azı qollardan birinin əvəzini çıxdı. İkinci hissədə topu rəqib qapısından keçirdi. Burada məncə oyundan kənar vəziyyəti yox idi. Zedatka biraz daha öndə idi və hardasa bənzədi Xəyal Əliyevin ilk hissədə elə bu qapıya vurduğu qola. Bakatelovun başı üzərindən atır topu və Sabah bu maçı da qol buraxmadan bitirə bilmir. Paris'le oynadı. Paris'ten irəli. Yenə Ende. Ende. Bəxtiyarı keçir Ende burada. Ende nə edəcək? Ötürür qapı qarşısına və Ömər Buludov. Sona qədər oynadı burada Ende. Bəxtiyarın müdaxiləsi uğursuz idi. Və nəticədə Ömər Buludov təhlükəni sovuşturdu. Davam edir təhlükə. Kornerdən sonra Simic. Ömər Buludov araya girir. Və indi bəli, penalti səslənir. Sabah Araz Naxçıvanı 4-1 hesabıyla məğlub edir və liderliyini inamla davam etdirir.